İzləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz bugündən Azərbaycanımızın çox gözəl rayon olan Quba rayonunda İspik kəndindəyik. İspik kəndində çoxlu sayda dəfələrlə müəllimləri işlandırmışıq. İndi gəlmişik. El şairi, el yazısı, Qubada ən tanınmış yazıçılardan biri, kitablar müəllifi olan müəllimlərdən birini sizlərə təqdim eləmək istəyirəm. Müəllim, sizi xoş gördük bir daha. Sizə uzun ömür, Teşekkür ederim. Teşekkür ederim. Adınız, soyadınız, yaxına gəl. Adınız, soyadınız? Beybalayev Əli Qəznəfəroğlu. Çox gözəl. Amma kitablarımda və dövrü mətbuatda Əli Qəznəfəroğlu atamın adı. Əli müəllim. Bəli. Əli müəllimi hər kəs tanısın, Quba rayon İspik kəndində təqaüddə olan müəllimdir. Hal-hazırda neçə yaşınız var müəllim? 83. Ay maşallah. Amma 83 yaşın olmağına baxmayaraq yenə də bu dəqiqə kitablar üzərində işləyir, şeirlər yazır, yazılar hazırlayır. Bax gördünüz ki, biz bugün may ayının 21-də gəlmişik müəllim haqqında çəkiliş eləməyə. Allah Taala müəllimə uzun ömür, can sağlığı versin. Təşəkkür elə müəllim. Allah Taala uzun ömür, can sağlığı versin sizə. Sizi vətənimizin üstünə əks eləməsin. Təşəkkür edirəm, minnətdaram müəllim. Çox sağ olun. Siz də xoş gəlmisiniz. Çox sağ olun. Bu bizim gözəl diyar ha. Çox sağ olun. Xoş gəlmisiniz. Çox sağ olun. Bura təbiətin nadir güşəsi. Burada hər tərəfi gözəllik bəzər. Yaylaqlar düşündə İspik meşəsi, nəhəng, əfsanəvi xalıya bənzər. Palıdlar qayadan boylanıb baxır, sanki uçuruma atılacaqdır. Qovaqlar boylanıb dərəyə baxır, meşədə görünəcə xoş mənzərə var. Fıstıqlar göydələn, güzüşayandır. Füsunkar dərələr cüyür məskəni. Gecə alsan əgər qur tonqal yandır, qonur qorxunc ayı haqlayar səni. Cüyürə toxunma, saxla əlini, qayanın düşünü nişan alarsan, öldürsən meşənin çox gözəlini, İspikin qəlbinə ləkə salarsan. Çox gözəl, çox gözəl. Şad olduq, çox gözəl, təşəkkürlər, minnətdaram. Çox sağ olun. Gələn dəfə şeirlərini, növbət şeirlərini çəkəcəyik inşallah. Təşəkkürlər.